آل محمد. أعوذ بالله من الشيطان اللعين الرجيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد ثم الصلاة والسلام على أهل بيته الطيبين الطاهرين المعصومين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. آمين. محمد آل محمد صلوات zikreyleyek. Allah sallallahu Başta İmam-ı Zaman ağamız Hazreti Resulullah, Hazreti Zehra salamullah aleyha olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah bu tavziyələri, bu əzadarlıqları bizdən ali dərəcədə qəbul eləsin inşallah. Bildiyimiz kimi əza günləridir. Həzrəti İmam Hüseyn, o cümlədən Əhl-i Beytün, Peyğəmbərin ağlar günləridir bu günlər ki, artıq Aşuraya doğru hər addım Əhl-i Beytün, İmam Hüseyn ağanın və karivanının şəhadətə doğru atdığı bir addımdır. Allah-u Teala Qur'an-ı Kerimdə bir ayədə buyurur ki: وَتَرَى الْأَرْضَ حَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنْبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ. Buyurur ki, sen yer üzerini quru görərsən. Görərsən o yağmur yağmadığı zaman ki, yer quru olar, çatlayar, patlayar. Biz ona yağmur endirdiyimiz zaman o hərəkətə gəlib qabarar. Elə ki Allah Müteal quru bir səhraya yağmur yağdırır. Yavaş-yavaş oradan yeşillik cücərməyə və o topraq yumşalmağa başlayır. Və hər növ gözəl bar gətirər. Alimlərimizdən biri gözəl bir bənzətmə eləyir. Buyurur ki, İmam Hüseyn əleyhissalam üçün axıdılan göz yaşları buna bənzəyir sanki. İnsan 11 ay günah eləyir, o günah insanı qurudur, Allah'tan uzaq salır, məhv eləyir. Allah-u Teala bu 10 gündə Həzrəti Hüseynin göz yaşı ilə insana yeridən bir fırsat verir. Yenidən insana bir oyanış verir ki, ey insan, bax yenə bir fırsat gəldi ki, bununla sən özünü düzəldəsən. Mövzumuz buydu. Dün dedik ki İmam Hüseyn ağanın bu məktəbinə, bu okuluna biz baxmalıyıq axılla cəhalətin qarşı-qarşıya gəldiyi bir sahnə gibi. Dedik ki hər kim ağılla hökm eləyərsə, ağılla dində yol gedərsə, o zaman Həzrəti Hüseynin karivanına qoşula bilər. Bu kərvanın bir şartı budur ki, sən ağılla yol getməlisən bu kərvanda. Nə idi Bəni Üməyyəni İmam Hüseyn ağanın, Əhl-i Beytün, Peyğəmbərin yolundan ayrı salan? Bilirsiniz də, Bəni Üməyyə ilə Həzrəti Peyğəmbər bir soydan idilər, bir babalardan idilər. Peyğəmbərin 4-cü babası və Muaviyyə Məl'unun 5-ci babası aynı insan idi. Aynı insan idi ki, ismi Əbdümanaf idi. Əbdümanaf. Bu Əbdümanafın 3 dənə çocuğu dünyaya gəldi. Biri Müttəlib, ikincisi Haşim, üçüncüsü Əbdüşşəms. Baxın, mən sizdən rica eləyirəm, bugün diqqətinizi başqa yerə yönləndirməyin. Baxaq görək, nədir insanı məhv eləyən? Nədir insanı bu gördüyün ateşə əlvi saldıran? Niyə insan bilə-bilə özünü yandırar ki? Ağıllı insan bunu eləməz.
Aynı babanın 3 çocuğu dünyaya gəlir. Biri Əbdümüttəlib, ikincisi, üzr istəyirəm, Müttəlib, Haşim və Əbdüşşəms. Əbdüşşəmslə Haşim. Bunlar ikiz dünyaya gəlirlər. Yəni ikisi aynı anda dünyaya gəlirlər. Deyirlər Haşimin barmağı Əbdüşşəmsin alnına yapışmışdı dünyaya gələndə. Bunu ayırdılar güclə bundan və çox qan axdı. Bilim adamları, o zamanın adamları dedilər ki, bu gələcəkdə axacaq böyük qanlara işarətdir. Böyük hadisələr gözləyir qarşıdan. Bir zaman gəldi, bunlar özləri yola gedirdilər. Haşimlə Əbdüşşəms Kəbə evinin misafirlərini qarşılayanlar idi. Bilirsiniz də, İslamdan öncə də Kəbə evi ibadətgah idi. Gələrdilər, ziyarət eləyərdilər. Haşimlə Əbdüşşəms böyük bir məqam verilmişdi bunlara ki, bu evə gələn ziyarətçilərə su verin, səqqa olun bunlar üçün. Biraz keçəndən sonra Əbdüşşəms dünyadan köçdü. Bunun oğlu Ümeyyə. Bunun oğlu Ümeyyə qaldı. Dedilər ki, Ümeyyə ilə amcası Haşim Kəbə evini birlikdə kontrol eləsinlər. Gələn misafirlərə, gələn zəvvarlara birlikdə hizmət etsinlər. Burada ağılla nəfs ortaya girdi. Bu Ümeyyə gördü ki, mən nə qədər çalışıramsa, mənim Haşim qədər hörmətimi saxlamırlar. Mənə bunun qədər sayğı göstərmirlər. Gərək bu Kəbə evində ya mən qalmalıyam, ya da amcam Haşim qalmalıdır. 1, 2, 3, 5 bu hadisələr aralarındakı münaqişələr, problemlər böyüyürdü. Haşim çox əxlaqlı biri ilə, ədəbli biri idi, işin bilən adam idi. Ümeyyə gəldi onun yanına, amcasının yanına. Dedi ki, mən bura qədər dözdüm, amma bundan sonra dözəmirəm. Burada ya sən qalmalısan, ya mən qalmalıyam. Kəbə evi ki, böyük əzəmətə sahibdir. Mən istəyirəm burada yalnız xidmət eləyim. Sən mənim yanımda olmayasan. Nə qədər etdisə Haşim bunu ağıllandıra bilmədi. Gördü ki, yox, bu daha özür dilərim, nəfs ki, ağla qalib gəldi, insan heyvanlaşır. Quran buyurur ki, bəlhum əzal. İnsan əgər nəfsi ağlına qalib gəlsə, o hayvandan da aşağı düşür. Dedi, yaxşı, gəl belə bir iş görək. Gedək bir zəmanənin baş bilən birinin yanına, o böyüklərdən birinin yanına, deyirlər, kahinin yanına getdilər. Dedi, gedək, kahin kimi bu vəzifəyə layiq bilsə, o qalacaq. Digəri gedəcək, amma 2 şartım var. Hər kim gedərsə, kahin onu burada qalmağa layiq bilməzsə, 1, 100 dənə dəvə verəcək qurban. 2, 10 yıl Kəbədən, Məkkədən uzaq düşəcək. Gəlməyəcək Məkkəyə. Ümeyyə bunu qəbul elədi. O ki, deyir ki, Bəni Ümeyyə, Muaviyyə lənətullah əleyh, Yezid lənətullah əleyh, yəni Ümeyyənin övladlarıdır bunlar, onun soyudur. Gəldilər kahinin yanına, kahin Haşimi gördü. Bəni Haşim də bilirsiniz də, Peyğəmbər övladlarına deyərlər, Haşimin övladları. Bunu gördü, dedi, elə bunu görər görməz, dedi, sən bir başqasan Haşim. O məqama elə layiq olan sənsən. Sən olmalısan orada. Ümeyyə məcbur qaldı, Məkkədən çıxdı. Məkkədən çıxdı, getdi hara? Şama. Şam şəhərinə. Şam bilirsiniz də, Əhl-i Beytün ən qatı düşmənləri orada yetişdi. O Çini ki bunu gətirdi, Kəbədən uzaq saldı, 10 yıl, mən bir yerdə 20 yılda görmüşəm, indi ya 10 ya 20 yıl. Şamda qaldı Ümeyyə və bunun övladları dünyaya gəldi. Ki,
bir onun övladı Hərb idi, onun övladı Əbu Süfyan idi, onun da övladı Muaviyyə la'natullahi aleyhim əcməin. Hamısı 10 ya 20 il ərzində Şamda yalnız və yalnız bir hədəfləri var idi ki, Haşim övladları bizim əqidəmizin düşmənidir, aradan getməlidir. Aradan getməlidir. Vaxt gəldi, zaman gəldi, Həzrəti Peyğəmbər Haşimin soyundan gəldi, Peyğəmbər seçildi. O yandan da Məl'un Muaviyyə, Əbu Süfyan. Bunların kini daha da böyüdü. Bir zaman var idi, Haşim yalnız Kabədə su paylayırdı. İndi bunun övladı bir din gətirib ki, bütün dünyanı buna davət eləyir. Bütün dünyanı buna davət eləyəndə Muaviyyə daha o insanlığından, olmayan insanlığından tamamən çıxdı. Tamamən çıxdı. Qarşısına hədəf qoydu ki, o Peyğəmbərin ismi əzandan getməlidir. Ortadan getməlidir. Bu Məl'un çox savaşdı. Nə qədər İslamla savaşdısa, gördü o, olmaz, olan deyil. Bir savaşdan sonra məcbur İslam qəbul elədi. Məcbur İslamı qəbul elədi. Gönüllü yox ha. Məcbur şəkildə Muaviyyə İslamı qəbul elədi. Yenə də başladı öz fitnəli əməllərinə davam eləməyə. Bəni Üməyyəyə Peyğəmbər xilafəti, vəzifəni qadağan eləmişdi, yasaq qoymuşdu ki, bunlardan kimsə vəzifəyə gələ bilməz. İlk Bəni Üməyyəyə kim verdi vəzifəni? İkinci xəlifə Ömər. Ömər ibn Xəttab. Muaviyyənin qardaşın Şamda vəli qoydu. Vəli qoydu. Bu dünyadan köçəndən sonra dedi Muaviyyə gələcək ora. Muaviyyə la'natullahi aleyh başladı bu xilafətə gələndən sonra, o xilafətdə ki gücü daha çox idi, Peyğəmbər və soyu üçün əlindən gələn hər bir insansızlığı, heyvan gibi düşmənliyi əlindən nə gəlirdisə yaptı. O qədər Şamda Əhl-i Beytün əleyhinə təbliğat apardı ki, Həzrəti Əli mehrabda namaz qılanda şəhid oldu. Şam cəmaatı deyirdi ki, Əli bəyəm namaz qılırdı mehrabda, şəhid olsun. Görürsünüz hardan gəlir? Bu kökü öyrənməliyik. Dün nə dedim? O misal ki vurdum. Kərbəla vaqiəsi, hadisəsi, yəni insanlıq dışı huyların qarşı-qarşıya gəlməsidir Kərbəla səhnəsi. Muaviyyə ki belə zalim idi, onun kimi çox zalimlər var idi tarixdə. Amma heç biri Muaviyyə ola bilmirdi. Niyə? Aha, bax bunu öyrənməliyik. Həbsin bura görə qurmuşdum cümləni. Niyə Muaviyyə bu qədər böyüdü insanların içində? Bilirsiniz necə idi məsələ? Muaviyyə nə iş görürdüsə Qur'anın zahirinə iş görürdü, zahirdə insanların içində. İnsanlar qalmışdılar çıxılmaz bir yolda. Deyirdilər, əgər buna qarşı çıxsaq, bu ki zahirən Qur'ana iş görür, Qur'ana tabedir, demək biz Qur'ana tabi, Qur'ana qarşı çıxmışıq. Necə ki Sıffeyndə elədi onu. Quranları taxtı nizəyə, dedi ki, hər kim mənə qarşı savaşsa, Qur'ana qarşı savaşıbdır. Çingiz xan kimi zalimlar girirdilər sahnəyə, savaşırdılar, çocuq, qadın, yaşlı, hepsini öldürürdülər. Amma bir hədəfləri var idi. Nə idi? Mən nə qədər sağam, bu dünyada şah mənəm. Amma Muaviyyə belə deyildi. Muaviyyə deyirdi ki, Peyğəmbərin soyu deyil. Mən və mənim soyum Qur'an necə əbədidir. Peyğəmbər əbədilik sözü verib, vadəsi verib, mənim soyum ta əbəd qalacaq.
Muaviyyənin xəncəri nə idi? Muaviyyənin xəncəri, qılıncı, savaş vasitəsi əmmaməsi idi, əbası idi, qəbası idi, namazı idi, camilərdə xütbəsi idi. Camilərdə xütbəsi idi. Muaviyyəni digər zalimlardan farklandıran bu idi. İnsanlar qalmışdılar, Allah biz neyniyək? Muaviyyə dinin özüdür. Xəlifələrin zamanında o qədər insanlara dünya malı vədələri vermişdilər. Deyirlər də həmişə ən böyük fəthlər, ən böyük qələbələr bizim zamanımızda olub. Həzrəti Əlinin zamanında o qədər də fəth olmayıb. Çünki Əli işğal olunmuş qəlbləri fəth eləməyə çalışırdı. Torpaqları fəth eləmək dini xilas eləmir. Dini xilas eləyən odur ki, qəlblər fəth olmalıdır. Muaviyyə hilələri ilə qəlbləri öz dininə, İslam deyildi onun dini. Onun öz yaratdığı bir İslam var idi. Ona çağırırdı insanları ki, insanları bundan məhv eləmişdi. İnsanlar ki, vazifə toplamışdılar, dünya malı, mülk, hər şey əllərində. Bazı insanlar anlayırdılar. O ki, dünya aşıqı olmuşdular. Dünya onları öz girdabına almışdı, öz ovucuna almışdı. Nəinki Muaviyyəyə qarşı çıxmazdılar. Bunu düşünməyə qorxurdular. Düşünməyə qorxurdular. Çünki Muaviyyə bunlara vazifələr vermişdi. Bunlara mal, mülk, hər şey vermişdi ki, siz bu yolda mənimləsiz. Mənimləsiz. Muaviyyəni qorxudan yalnız və yalnız o deyildi. İnsanlar mənə müxalif olanlar məni qəbul eləməzlər. Deyirdi, mənə müxalif də olsam mənə qarşı çıxa bilməzsən. Rum imperiyası, bilirsiniz, Rum imperiyası Peyğəmbər vəfat eləyəndən sonra ən böyük təhlükələrdən biriydi İslam üçün. Muaviyyə lənətullah əleyh Rum imperatoruna məktub yazdı ki, sən mənə biraz izin ver, mən Əli ilə savaşacam. Mən Əli ilə savaşacam. Rum nəsraniləri idarə eləyirdi Muaviyyəni. Rumun nəsraniləri idarə eləyirdi. Onun üçün bugün baxın dünyaya, əgər o İslam məmləkətlərin ki, İslam ideologiyası deyil, qeyrilər, əcnəbilər idarə eləyirlər, onun İslamı Muaviyyənin nəsranilər tərəfindən idarə olunan İslamdır. Muaviyyənin nəsranilər tərəfindən idarə etdiyi bir İslamdır. Alman yazıçılarından biri Bertolt Brecht adlı biridir. Yazır ki, əgər köpək balıqları insan olsaydılar, dənizdəki bütün o küçük balıqları ovlamazdılar. Onlar saxlayardılar, onları yemləyərdilər. Böyük olduqları zaman rahatlıqla bilin yiyib doyardılar. Muaviyyə kimilər köpək balıqlarının insan formasına düşmüş bir canlılardır. Ki insanları yetiştirirdi, böyüdürdü. Sonra deyirdi, baxa, səni mən böyütmüşəm, səni bu məqama mən gətirmişəm, nə bada mənə qarşı çıxasana, heç ağlından keçirdmə. Görürsünüz Muaviyyə neynədi? O Kəbədəki dədəsinin yolun gedirdi, söz vermişdi özünə ki, mən Peyğəmbərin məktəbini söndürərəm. İnsanlar qorxu şəraitində yalnız yaşam baxışında olurlar. Bugün baxın, deyirlər dəlidirlər bunlar. Bütün dünya ilə savaşırlar. Niyə savaşırsınız dünya ilə? Yaşadı özün üçün. Bax, qonşulara gör necə yaşayırlar. İnsan qorxu əhatəsinə girdiyində artıq başqa şey düşünə bilmir. Onun üçün yaşamaq yalnız nəfəs almaqdır. O balıq suda qoyurlar bir bardağa, bir yazı yazmışdılar altına ki, nəfəs alır, amma yaşamır. Bu müsəlmanlar ona bənzəyən müsəlmanlardır. Muaviyyənin dalınca gedənlər. Bugün
günləri də bunu davam eləyənlər var. Nə deyirlər? Biri çıxıb minbərə, deyir Muharrəmlik vacib deyil. Biri çıxır minbərə, deyir nə istəyirsiniz eləyə, toy eləyə bilərsiniz Muharrəmdə. Biri çıxır minbərə, həmin Muaviyyənin davamçıları nə deyirlər? Bir gün İbn Abbas Mədinədə Quran dərsi deyirdi. Muaviyyə gəldi Mədinəyə. Girdi məclisə, hamı onun üçün qalxdı ayağa. İbn Abbas qalxmadı. İbn Abbas Əhl-i-Beytin xas dostlarından olub. Dedi İbn Abbas, niyə qalxmırsan? Sən baban Əlinin, yəni qardaşın Əlinin Siffeyində ki, onlarla savaşmışam, onların intiqamını almaq üçün qalxmırsan ayağa. Onların intiqamı üçün qalxmırsan ayağa. Bilirsən də dedi, mən car çəkmişəm, bəzi qanunlar imzalayıb göndərmişəm ki, heç bir yerdə artıq Əlinin haqqında heç bir söz deməməlisiniz. Hər kim Əli haqqında bir söz desə, cəzalandırılacaq. Beytulmaldan olan haqqı kəsiləcək. Heç bir şey verilməyəcək ona. İbn Abbas, Allah rəhmət eləsin, bir söz dedi. Dedi, niyə? Dedi, çünki Osmanı Əli öldürdürüb. Mən Osmanın qisasını alıram. Dedi, yaxşı, Osmanı ki Əli öldürüb, bəs Öməri də öldürüblər də, onun oğlun öz yeri və xilafətə gətirib, niyə onu mükafatlandırmırsan? Dedi, yox, onu müşriklər öldürüb, bu sözə diqqət edin. Onu müşriklər öldürüb, Osmanı isə bir dəstə müsəlman yığıldı, öldürdü. Baxın, bu gün vəhhabilərə nə deyirlər? Bütün müsəlmanlara müşrik, kafir, yəhudi filan adlar qoyurlar, onlarla savaşa çıxırlar. İndiyə qədər heç bir tarix kitabında yoxdur ki, vəhhabilər bir dənə din düşməni ilə savaşsınlar. Niyə? Çünki qanları xarabdır, Muaviyyənin qanındandır. Çünki südləri xarabdır, Hindənin südündəndirlər. Babalarının yolun gedirlər. Heç bir zaman müsəlmanlığa qarşı çıxanlarla savaşmazlar. Çünki babalarının yolun gedirlər. Babaları belə eləmişdi. Dedi, üçün bunu müsəlmanlar öldürüb, bunlardan intiqam almalı yox. Əlidən qisas almalı yox. Amma üçün Öməri müşrik öldürüb, ondan işimiz yoxdur. Görürsünüz, Kərbəla hardan qaynaqlanır? Kərbəla düşüncəsiz İslama görə ortaya çıxdı. Kərbəla düşünməyən möminlərə görə ortaya çıxdı. Kərbəla elə ondan bundan qəbul olan sözlərə görə çıxdı ortaya. Əgər insanlar düşünsəydilər, heç bir zaman Kərbəla hadisəsi baş verməzdi. Dedi, gedin, bütün şəhərlərə elan verdi. Dedi, Əlinin haqqında nə qədər fəzilət var, digər səhabələrin haqqında yazın. Hər kim yazarsa, gəlsin Beytulmaldan öz haqqını alsın. Peyğəmbərin Beytulmalından. Bugün Allah'tan, dindən uzaq düşmüş dırnaq arası ruhanilər bu yolu gedirlər. Bu yolu gedirlər. İstədiklərin yazırlar, istədiklərin pozurlar. Əgər bugün biz bunları tanımasaq, yarın İmam-ı Zamanın qarşısında da o ruhanilər duracaqlar. Tanıyaq. Hər İslam, müsəlman deyənlə aldanmayaq. Gözümüzü açaq. Bu gözümüz bir dəfə açılmadı, Kərbəla oldu. Aşura oldu. Əgər bu göz açılmasa, Aşura qabaqdadır. Aşura qabaqdadır. Dedi ki, hər yerdə başqa səhabələrin fəzilətlərini deyin. Hər kim Əlinin haqqında bir dənə fəzilət yazsa, onun dilin boğazından çıxardarıq. Allah lənət eləsin sənə. Amin. Əliyə dost olanların Beytulmaldan haqqın kəsin. Gör, nə qədər nifrət var. Əli heç, hər kim Əli adı çəkərsə, Beytulmal bilirsiniz də, yəni Allahın malı. Xumsdur, zəkatdır, bunlar ki gəlirdi, Beytulmalda yığılırdı. Dedi, hər kim Əlidən danışarsa, Əlini iftixar eləyərsə, Əlini tərifləyərsə, o zaman onun da Beytulmaldan olan bütün haqların kəsin.
Və hər şeydə Qurandan ayə gətirirdi. Hər şey Peyğəmbərdən yalandan bir hədis gətirirdi. İnsanların kültürün dəyişmişdi. İnsanların dinə baxışın dəyişmişdi. Yəni ruhsuz bir din qalmışdı. Bir insan burada hər kimə əl vursun pakdır. Amma biri ölsə Allah göstərməsin, ruh bədənindən çıxsa, nə qədər qusul verməyib mundardır. Ona əl vursun, qusul verilməlidir sənə. Onu get dəfn elə. Ona insan deyərsiniz, ona meyyit deyərsiniz. Dinin də ruhu ölərsə o din deyil. Muaviyə dinin ismini saxladı, özün götürdü. Düşüncəsiz insanlar da deyirdilər, Muaviyə bizim dinimizin rəhbəridir. Muaviyə Quran danışır, Muaviyə minbərdən danışır, Muaviyə əba taxır, qəba taxır. Allah lənət eləsin bu gün Muaviyəni yolu gedənlərə. O nə deyirsə odur. İmam Hüseyin ağa bunu açıqlayırdı. Bunu nə zaman görmək olar? Aha, Əli məzhəbi ilə, Əli yolu ilə Muaviyyənin İslamın necə görmək olar? Bunun bir dənə şartı var, bir dənə gözlüyü var, bir dənə eynəyi var. Nədir? İmamət. İmam olmasa Muaviyyənin dalında məhv olar insanlar. İmam Hüseyin ağa bizim gözümüzə, zamanın şiələrinin gözünə bir eynək taxdı ki, baxın bu əbanın altında hansı şeytanlar gizlənib. Muaviyə dünyadan köçməmiş, cəhənnəmə vasil olmamış hələ, 2 il öncədən gəldi bir mina xütbəsi oxudu. Həzrət İmam Hüseyin ağa bir mina xütbəsi oxudu ki, insanları ayıltsın. İnsanlar, aldanmayın Muaviyəyə. Bu din deyil, bu İslam deyil. Sabah həqiqi İslamla yalancı İslamın arasında qalacaqsınız. Əgər şiəsənsə, sənin bir imamın yoxdur, 12 imamın var. Dünən ağlı başına gəlməyənlər sabah İmam Zamanın da qarşısında namaz qılarlar, səcdəyə gedərlər. Necə ki, xəvariclərin savaşında o qədər səcdə eləmişdilər, alınları qabar bağlamışdı. Qayçı ilə deyir, kəsirdilər qabarların. Amma əlini tanımadılar, məhv oldular. İmam-ı Zaman üçün də hazırlaşmaq lazımdır. Bugünün Əbu Süfyanları dünənkindən daha betərdilər. Bugünün Muaviyyələri dünün Muaviyyələrindən daha betərdilər. Bugünün hastalıqları dünün hastalıqlarından daha çarəsizdilər. Baxın da, baxın. Heç müşrikə müşrik deyirlər, heç kafirə kafir deyirlər. Vəhabilər tarixdə gedin oxuyun tarixi. Nə zaman deyirlər bir qeyri-müsəlman toplum müsəlmanlara hücum eləmək istəyirdi, savaş açmaq istəyirdisə, ilk onlara yardım eləyən vəhabilər olurdu. Gəlirdi, deyirdi, bu müsəlmanlar müşrikdir, bu müsəlman. Müşriklə savaşıra, o müşriklə işi yoxdur. Deyir, bunlar müşrikdir, onların qanı halaldır. Bugün baxın Suriyaya, yığıblar şiələrin sınırına, Muaviyyənin balalarını. Görürsünüz? Yəni, müsəlman adı bizi qandırmasın. Ayılaq, ayılaq. Mən mina xütbəsinə başlamıram, çünki zamanınızı çoxalar. İnşallah gələcək günlərdə mina xütbəsinin davamını oxuyarıq ki, bu mina xütbəsində imam nələr açıqlayır. Amma İmam Hüseyin ağanın zamanında dəyərli insanlar da var idi. O insanlar ki, o əshab ki, Peyğəmbər onlardan fəxr eləyərdi. Heç bir zaman onlar kimiləri dünyaya gəlməz. İmam Hüseyin ağa gördü ki, İslam aradan gedir, ismi qalıb. İsmi qalıb, dolaşıblar Kəbənin başına fırlanırlar. Amma Peyğəmbərin gətirdiyi din aradan gedir. Peyğəmbərin gətirdiyi din elə ki gördü,
aradan gedir. Dedi, yox, artıq bir addım atmaq lazımdır. Addım atmaq lazımdır. Nə idi bu addım? Öz vacib həccini çevirdi ümrəyə, çıxdı həcdən. Həcdən yola düşdü Küfəyə tərəf. Küfəyə tərəf. Ki, dini, yox. Küfəyə tərəf yola düşdü ki, geçsin orada dini başa salsın. Fərəzdəq deyir, gəlirdim Kəbə evini ziyarət eləməyə, haccın dönəmidir. Gördüm bir dənə karivan Kəbədən ayrılır, gedir. Öz-özümə dedim, Allah, bunlar nə böyük günaha düşüblər. Gedim bunları əmr və məruf eləyim. İndi Kəbənin zamanıdır, hara gedirsiniz? Gəldim, gördüm, Peyğəmbərin balasıdır. Görürsünüz? O tarixdə həmişə o söz mənim pis təsir eləyər. Deyir, İmam Hüseyin ağaya əza saxlayırdılar. İmam Musa-i Kazım zindandaydı. Zamanə imamı hapistədir, zindandadır. Çıxıb dışarıda İmam Hüseyinə əza saxlayırlar. İmam Hüseyin ağa hara gedirdi? Gedirdi Küfəyə. Zikr-i müsibət deyək. Gedirdi Küfəyə ki, orada qərib müsəlmanlar var. Gəlsin Muaviyyənin zindanından xilas eləsin. Yola düşdü Küfəyə. Bugün bilirsiniz də İmam Hüseyin ağanın Kərbəlaya yetişdiyi gündür. Qurban olum ağacan. Bilmirəm biz nə qədər layiq ola bilərik sənə. Bilmirəm. Bir Müslümü var idi İmam Hüseyin ağanın. Bir Müslümü var idi. Müslüm nə Müslüm? Müslüm İbn-i Əqili göndərmişdi Küfəyə. Get bir oradan xəbər gətir. Bunlar ki, məni çağırırlar. Ha, görüm hazırdılar mənim gəlməyimə. Müslüm gəldi. 18 min bir yerdə də oxudum. 25 min insan gəldi, beyyət elədi Müslümə. Dedi ki, narahat olma Müslüm, biz sənnənük. Biz sənnənük. Elə ki, xəbər yetişdi, Müslüm gəlib, Hüseyin üçün beyyət alır. Muaviyyənin Rumlu bir müşaviri var idi. Ona məşvərət, məsləhət verən var idi. Yezid onu çağırdı yanına, dedi, neyniyim? Dedi, indi Muaviyyə sənə bir söz desəydi, baban qəbul eləyərdin? Dedi, əvət. Dedi, məktubu çıxardı cibindən. Dedi, bunu Muaviyyə yazıb. Dedi, elə ki, gördün vəziyyət kötüdür, Küfədə istəyirlər Hüseyin üçün beyyət alsınlar, İbn Ziyadı təyin elə Küfəyə. O necə istəsin elə hərəkət eləyər. İbn Ziyadı dərhal Yezid göndərdi Nəsraninin məsləhəti ilə. Küfəyə İbn Ziyad gəldi. Nə gəldi? Allah. Xəbər yetişdi. Müslüm Haninin evində toplaşıb, Şiələr toplaşmaq istəyirlər. Hanini gətirdi, haps elədi. Müslüm 4000 nəfərlə duydu, getdi saraya. Getdi saraya ki, sarayda yavaş-yavaş başlasın bununla mübarizə eləməyə. Həzrəti Hüseynə də yazıbdı ki, ya Hüseyn gəl, Küfəlilər hazırdılar. 4000 nəfər sarayı əhatəyə aldı. 30-40 kişi var idi sarayda. Amma o dinsizlər, o imansızlar Müslümü tənha qoydular. Dedilər ki, arxadan baxın ha, Rum qapısı var idi. Oradan gəlirlər, sizi məhv eləyəcəklər. Bir-bir başladılar Müslümü tənha qoymağa. Müslüm gəldi, axşam namazın qılanda 18 minin qarşısında qalan Müslüm. Axşam namazın qıldı, bitirdi, baxdı, gördü 10 kişi qalıb. Hüseyin də yoldadır. Müslüm özü üçün rahatsız deyildi. Ya Müslüm bilirsiniz niyə narahat idi? Peyğəmbərin balası yoldadır, ona görə narahat idi. Düşdü yola, Küfənin o sokaqların gəzəndə, hər sokağa dönəndə görürdü biri getdi. Hər sokağa dönəndə ki, biri gedirdi, gəldi, gördü, artıq tənha qalmışam da, kimsə yoxdur. Gəldi bir qapının yanına, o qərib Müslüm, o əziz Müslüm, bir qapını döydü. Dedi ki, susuzam, mənə su verərsiniz. Bir xanım çıxdı buna, su verdi.
Su verenden sonra gördüm Müslüm terfendir. Oturup kapının ağzında. Dedi git buradan da yanlış anlayanlar benim kapımda dursun. Müslüm dinmədi. 3 dəfə bunu təkrar elədi. Dedi mən burada qəribəm. Mənim evim yoxdur ki, məni çağırmışdılar. Peyğəmbər balası da yoldadır, gəlir. Peyğəmbər balası yoldadır, gəlir. Ah niye viran olmadın ey Küfe, xərabeye dönəsən Küfe, Küfe. Əlini bizdən aldın, Müslümü bizdən aldın Küfe. Dedi gəl evə, gəl evə. Yaxşı. Saldı evə Müslümü, bunun bir oğlu var idi hələ on. Gördü ki evdə kimsə var, getdi xəbər verdi İbn Ziyada. Geldiler Müslümü, məzlum Müslümü tuttular evin içinde apardılar. Bir de haber yayıldı ki bu tutulmamış. Dediler ki her kim onu evinde saxlasa qanı halaldır. Her kim onu bize teslim eləsə ona mükafat verərik. Ah nabud olasan. Ah nabud olasan Müslümü satan dünya, dərdlərə salan dünya. Dünya Müslümü məhv elədi, Müslümü gətirdilər saraya, əsir elədilər. Gördü daha çarə yoxdur. Müslüm öz dərdində deyil, ha Müslüm Peyğəmbər balasının dərdindədir ki, İmam Hüseyin yoldadır. Bir baxdı deyir, imamın gələn yoluna tərəf, onun dilindən yazırlar. Söyle Hüseyin'e ey Seba, Kerbela'ya gelmesin. Gelse düşer bu deştide, derdü belaya gelmez. Söyle cinen getirmesin, Küfe'ye nazlı ekberi. Zulm ile kanine batar, türreymiş ki ember. Belki firenge tek apar, cümleye Ali Heyderi. Zibih azim için bugün, Kuh-i Mina'ya gelmesin. Gelmeye yoktu fırsatım, kan ile name yazmışım. Öldürəcəkdi Müslümü, Küfədə firqeyi zula. Əbəl fəzin üzün qulu, görmə rəva ola qələ. Bacıların ayaq yalın, dəştü bəlaya gəlməsin.